Instagramda, YouTube'da, Facebook'da məni izləyənlər diqqət ediblər yəqin ki, mən hər hansı bir sertifikatı, hər hansı bir sənədi paylaşanda orada Abdullah adıyla paylaşırdım. Çünki mənim adım Abdullah idi sənəddə və adımı dəyişdim. Niyə dəyişdim bunu izah eləmək istəyirəm və necə dəyişdim, hansı green kartım ola-ola hansı prosesləri keçdim, bunu növbəti videoda izah eləyəcəm. İlk öncə adımı doğulduğumdan bəri sənəddə nənəm Abdullah yazıb. Bu da mən doğulmadan öncə ölən əmmin adı. Və bundan sonra mən Abdullah kimi sadəcə məktəbdə, universitetdə, əsgərlikdə, universitet dostlarım, sinif yoldaşlarım tərəfindən Abdullah olaraq çağırılmışam. Amma nənəm özü də qarışıq. Bütün valideynim, yəni qohum əqrəba həmişə Turqut deyiblər. Yəni hal-hazırda da zaten Turqut deyirlər. Adımı dəyişməyimin əsas səbəblərindən biri buydu. Çünki zaten məni Turqut çağırırdılar. Sadəcə sənəddə fərqli yazılmışdı. Bundan sonra yəni bu mənim üçün əslində heç bir problem yaratmır. İki adla, məncə Azərbaycanda tək mən deyildim iki adı olan. Yəni çox adamda bu şey mümkündür. Yəni belə bir şey olur. Belə hallar olur. Sadəcə mənə problem yaşadan bu ad Amerikada oldu. Çünki bu adın Amerikada çağırılması bir ərəbi çağırmaq kimidir. Hətta yəni kimləsə tanış olursan, Abdullah deyəndə elə bilir ki, mən ərəbəm. Başlayır ərəb dilində danışmağa. Birincisi, mənim ərəblərə qarşı o qədər də istiqanlı deyiləm, tam səmimi deyim. Çünki bunlar natəmiz millətdir. Həm natəmiz, həm mədəniyyətsiz, hörmətsiz, belə əksəriyyəti belədir. Mən bunu özüm, yəni Dohada, Qətərdə olanda da, Dubayda və digər şəhərlərdə olanda da, Dabidə olanda gördüm. Nəysə, bu o qədər önəmli deyil. Amerikada da ərəb milləti o qədər hörmətli görünmür. Elə bilirlər ki, Abdullah adı deyəndə deyir, atanın neçə arvadı var idi, nəm özün neçə dəfə evlənəsən, nə bilim. Yəni, fərqli, çox çirkin bir ifadələrdir. Əslində, zarafat yana deyirlər, amma istər-istəməz qəbul olunacaq bir şey deyil. Bu, ərəb mədəniyyətindən gələn bir şeydir. Bu arada tam yəni kiməsə yanlış anlaşılmasın. Çünki ərəb və müsəlmançılıq fərqli şeylərdir. Yəni bunu qarışdırmayın. Yəni mənim sözüm ərəb olmasınadır. Müsəlmançılıqla heç bir əlaqəsi yox. Digəri, ərəblərin burada yəni əksər ərəblərin burada terrorist kimi, yəni Temboldə sonu lah, məsələn, məndə Abdullah idi. Heç kim Abdullah demirdi, Abdullah deyirdi zaten. Və bunun Hizbullah, nə bilim mən, o birisi, bu birisi burada terrorist cəmiyyəti kimi insanların düşüncəsində var. Çünki bunlar elə bilir ki, yəni o Middle East, yaxın şərqdən gələnlər, orta şərqdə, Middle East'də orta şərqdən gələnlər, bunlar hamısı terrorist olur. Bunlar elə həqiqətən o şeydə düşünürlər. Hamısı yox, yəni əksəriyyəti terroristdir, nə bilim mən, ən azından o terroru görmüş birisidir, belə bir şey. Zaten Azərbaycanı da tanımırlar. Başqa bir əziyyətim var ki, öz ölkəni tanıdasan orada. Yəni, bu da bir zülümdür. Ona görə qərar verdim ki, elə ən yaxşısı dəyişim. Zaten mənim adım var. Yəni, yeni bir ad tapmağa ehtiyac yoxdur. Öz adımı dəyişim. Yəni, öz adımı qoyum da, yəni sənəddə. Qərar verdikdən sonra zaten prosesi bundan sonraki videoda izah eləyəcəm. Amma əsas mənim məqsədim, yəni adımı dəyişməkdir məqsədim. Dediyim kimi, birincisi, bu hal-hazırda adımın zaten Turqut olmasıydı. Yəni, doğuşdan bəri mənim valideynim, qohum əqrəba, dost tanış, yəni böyüdüyüm dost tanışım, hamısı zaten məni Turqut kimi çağırırdı və sadəcə məktəbdə, universitetdə Abdullah kimi çağırırdılar. Bu qədər. İkinci videonu prosesi izah eləyəcəm ki, Amerikada yaşayanlar, kimsə adını dəyişmək istəsə, çünki mənim kimi başqa bir dostum da var idi, Kaliforniyada olanda, ona soyadı Allah Verdiyev idi, adını deməyəcəm. Onun soyadına görə prava vermirdilər. Araşdırmaya getmişdi onun soyadı ki, sənin soyadında nəsə qaranlıq qalan şeylər var, onu araşdırmalı falan filan. Yəni real bir şeydir. Özünün danışdığı şey deyirəm. Görsə komment yazar. Zaten videomu izləyirdi, sən biləməmsən. Belə, yəni adla bağlı ola bilər ki, gələcəkdə green card qalibi udanlar və ya hal-hazırda Amerikada yaşayıb adla bağlı problem yaşayanlar adını bu şəkildə dəyişəcəklər. Hansı ki, bundan sonraki videoda çəkəcəm.
Yəni necədir proses və mən bunu artıq dəyişmişəm və green kartımı almışam. Bu arada green kartı alanda yenidən 10 illik green kart verirlər. Belə. Çox sağ olun videonu izlədiyiniz üçün və əgər bəyəndinizsə əməyə hörmət olaraq bəyənməyi unutmayın. Sağ olun.